Sırf Hutsilərin əməliyyatlarında da Qırmızı dənizlə bağlı, İran, İsrail təhlükələr, Rusiya-Ukrayna müharibəsi, bunlar hamısı orta dəhlizi xüsusi aktuallaşdırır. Amma orta dəhlizin hələ istədiyimiz formada çalışmamasının ən böyük səbəbi Zəngəzur dəhlizinin belə deyək də birləşməməsidir, açılmamasıdır. Ermənistanın qeyri-konstruktiv mövqeyidir, hansı ki özünə də çox böyük ziyanlar vurur, amma bölgəni belə deyək, iflis vəziyyətdə saxlayır. Orta dəhliz bizim üçün çox vacibdir, region üçün də çox əhəmiyyətlidir. Eyni zamanda Rusiya-Ukrayna müharibəsi, İran-İsrail münaqişəsi, Hutsi, bu proseslər indi atəşkəs olub, indi sülh deyirlər, amma proseslər bu o qədər belə deyil, rahat proseslər deyil. Yəqin ki, dövlətlər yenidən qüvvə yığmağı planlaşdırdı. Yəni bu proses uzanacaq. Proses uzanacaq, çünki bu dünya liderliyi uğrunda mübarizədir. Çünki bu yaxın şərqə sahiblik uğrunda mübarizədir, güc mübarizəsidir. Hər ölkənin özünün imperiya maraqları var. Yəni bu prosesi biz o qısa müddətli fikirləşməyək. Yəni bu baxımdan orta dəhliz həm dünya üçün əhəmiyyətlidir, şərq-qərb ticarəti üçün, həm də bizim üçün xüsusi vacibdir.